29 aprel 2025-ci il yaxın əyləşin dəyərli izləyicilər, bir vacib xəbərimiz var. Demək, polis rəislərinə artıq birbaşa müraciət edə biləcəksiniz. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, polis-vətəndaş münasibətlərində qarşılıqlı etimadın, şəffaflığın və məmnunluğun təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Statinfoya verilən məlumata görə vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciətlərini edə bilərlər. Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədi ilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün Daxili İşlər Nazirliyinin rəsmi internet saytı və e-polis tətbiqində müvafiq bölmə yaradılıb. Mobil tətbiqə daxil olaraq ana səhifədən qəbula yazıl xidmətinə keçid edib, qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız. Bildirilir ki, qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir. Dəyərli izləyicilər, mən də polis proqrama daxil olub, rayon üzrə polis rəisi ilə görüşmək üçün müraciət ünvanladım. Çərşənbə axşamı, adını çəkmirəm, rayon polis idarəsinin rəisi ilə artıq qəbula yazıldığımı gördüm.